هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Ve biz sadıklik, Allah'la sadık olmak hakkında götürdük ve qalmışıq Allahla sadık olmanın səmərəsi, meyvəsi, bəhrəsi, faydası. Allahla sadık olmağın çox sayılı səmərələri vardır. Misal olaraq, insan sadiqdirsə niyyətində, yaxşı niyyəti varsa, əcr, savab əldə edir. Hətta etmək istədiyi əməli edə bilməsə belə. Allah Resulü sallallahu aleyhi ve sellem yəni döyüşə gedərkən yolda, səfərdə sahabələrinə deyir ki, İnnə bil mədinətlə ricalən. Həqiqətən Mədinədə elə kişilər var ki, siz hansı yolu geçsəniz də, hansı vadini, dərəni qət etsəniz də, onlar sizinlə bərabərdirlər, xəstəlik onlara saxlamışdır. Başqa rəvayətdə əcirdə sizinlə şərikdirlər. Və kimin də adətindəndir hər hansı bir yaxşı əməl etmək. Lakin hər hansı bir səbəblə edə bilmədisə əgər, ona kamil şəkildə əcr savab yazılır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əgər bir qul xəstələndisə və yaxud da səfər etdisə, ona sağlam və səfərdə olmadığı müddətdə elədiyi əməli yazılır. Və hər kim də niyyət edir, əməl etmək üçün və sonra maniyə ilə, hər hansı bir maniyə səbəbi ilə edə bilmirsə, ona savab, mükafat yazılır və Allah Teala'nın fəziləti, lütfü böyükdür. Allah Resulü sallallahu aleyhi ve sellem kim sadiq şəkildə Allah Teala'dan şəhidlik istəyərsə, Allah Teala ona şəhidlər dərəcəsi çatdırar, hətta yatağında ölsə belə, sadiq şəkildə, sıdqla. Hansı ki deyir, İmam El-Munavi deyir ki, yəni istəyi Peyğəmbər sallallahu aleyhi ve sellem sadiqliyə bağladı. Çünki əməllərin meyarıdır, sadiqlik. Əməllərin bərəkətinin açarıdır. Və bununla insana səmərə umulur. Allah Teala onu şəhidlər dərəcəsi çatdırar, hətta yatağında ölsə belə. Deməli, niyyət alimlərin ticarətidir. Yaxşı niyyət. Və bütün xeyirlərin mənbəyidir. Davud Ət-Tai deyir ki, mən gördüm ki, bütün xeyirlər hamısı yaxşı niyyət bunları cəm edir. Yaxşı niyyət xeyir olaraq kifayətdir. Hətta insan əməli etməyə müvəffəq olmasa belə. İkinci səmərələrdən, ixlaslı insan, sadiq insan, ixlasında, niyyətində sadiq olan insan, Allah Teala onu sevir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allah Teala təqvalı, Ət-təqi, əl-qani, əl-xafi. Üç dənə şey keçir. Allah da sevir, təqvalı, qani, yəni zəngin, kiməsə öz ehtiyacını açıb istəməyən, bildirməyən və gizli qulunu Allah da sevir. Qani, yəni nəfsi zəngin insan. Allah Teala'nın ona verdiyi ilə qani olur. Allahın bölgüsündən razıdır. Başqasında olan ruziyə, başqasında olan dünya malına göz dikmir. Allahın özünə verdiyindən razıdır. Bilir ki, Allah Teala'nın təqdiridir, xeyirlisi Allah Teala'nın təqdir etdiyidir. Və gizli, gizli kimdir? Məşhurlaşmaq istəmir. İbadəti ilə insanlar yanında şöhrət əldə etmək istəmir. Öz nəfsini, özünü insanlar qabağında üzə çıxarmaq istəmir. Lakin o demək deyir ki, kiməsə Allahla elm verib, o insan insanlardan uzaqlaşsın, yəni elmini kiməsə öyrətməsin, yəni əksi olmalıdır. Əgər Allah Teala kiməsə elm veribsə, Quran, hədis və yaxud da hansı bir şey, onu insanlara öyrətməyə çalışmalıdır və öyrətmək özü təqvadır. Və öyrətməkdə böyük xeyir vardır. Allah Teala'nın sevdiyi əməllərdəndir. Və bu ikincisi. Üçüncüsü, sadiq insan Allah Teala onunla bərabərdir. Allah Teala sadiq insanı özünə dost götürür. Və Allah Teala Muhammed sallallahu aleyhi ve sellem haqqında və Əbu Bakır, hansı ikisi hicrət eləyəndə, mağarada gizlənəndə və Əbu Bakır hüzünlənir, kədərlənir, qorxur ki, birdən müşriklər Peyğəmbər sallallahu aleyhi ve sellem görərlər. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, kədərlənmə, Allah
bizimle beraberdir. Allah da Kur'an'da onu bize çatdırır. Ki kədərləmə, Allah bizimle. Demədi ki, mənimlə, bizimle beraberdir. Yəni dəstəyi, köməyi, yardımıyla. İbn-i Qeym deyir ki, bu ayə işarə edir ki, hər kim qəlbiyle, əməliyle Peyğəmbər sallallahu aleyhi və səlləmə yoldaşlıq edərsə, qəlb əməllə, hətta bədəniyle yoldaşlıq eləməsə belə, Allah onunla beraberdir. Yəni, kim Peyğəmbər sallallahu aleyhi və səlləmə niyyətiyle, qəlbiyle, əməliyle yoldaşlıq edərsə, Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olarsa, qəlbiyle, niyyətiyle, sadiq şəkildə, əməlləriyle Allah onunla beraberdir. Hətta bədən baxımından Peyğəmbər sallallahu aleyhi və səlləmə beraber olmasa belə. Və Allahla sadiq insan, Allah Teala'nın lütfu ilə Allahın dostluğuna nail olur. İbn Teymiyyə deyir ki, kim əməllərində, etdiyi əməllərində ixlaslı olarsa, Allah Teala'nın övliyalarından olar, müttəqi qullarından, əbədi nemətlər içərisində qalacaq müttəqilərdən olar. Allah Teala buyurur, Ələ innə əvliya Allah. Bilin, diqqət edin, Allahın dostları, övliyaları, onlara nə qorxu yoxdur, nə də onlar kədərlənməzlər. Kimlərdir? Sonraki ayədə deyir ki, o kəslər ki, Əl-ləzinə əmənu və kənu yəttəqun, o kəslər ki, iman gətirib təqvalı olarlar. Ləhumul buşra fil hayati dünya və fil-axirə. Onlar üçün həm dünya həyatında və axirətdə müjdə vardır. Dördüncüsü, sadiq insan, niyyətində ixlaslı insan, ona bərəkət, müvəffəqiyyət və Allahdan yardım olur. Məl bərəkət, tövfiq, yəni insanın xeyirlərə müvəffəq olması, şərdən qorunması və həmçinin Allahın yardımı Allahla sadiq olan insandan ayrılmır. Əgər hər hansı bir şey Allah üçün olmazsa, bərəkət ondan çıxarılır. İbn Cəvzi deyir ki, ixlaslı olmayan insanın ayağı sürüşür. Allah. Kim ki ixlaslı deyil, əməllərini xalis Allah üçün eləmir, bu insan Allah Teala'nın dinində sabitliyi pozulur, ayağı sürüşür, sabitlik gedir. Yəni dində sabit qala bilmir, ixlas yoxsa əgər. Həmən kənə sadiqən fi, kim niyyətində sadiq olarsa, ixlaslı olarsa, Allah Teala ona muradını, istədiyini verər. Allah Teala onun xeyirlərə müvəffəq edər, şərlərdən qoruyar və Allah Teala onu doğruya müvəffəq edər. Hər işdə, hər danışıqda, hər əməlində doğru olan nədir? Allah ona müvəffəq edər. Və Allah Teala çətin işləri ona asanlaşdırar. Və Allah Teala çətin işləri onu asanlaşdırar və o işlərdə onu səbirli edər. Və Allah Teala onun əməlinə bərəkət verər. Nə qədər ixlaslı, sadiq müəllim var ki, həmmuhu islah, ki, bu insanın əsas dərdi tələbələrinin islahıdır. Kim ki yanına gəlir, onların islahını istəyir və Allah Teala'nın müvəffəqiyyəti ilə, onun səbəbi ilə bərəkət hasil olur. Nə qədər az bir xeyir əmələ başlayan insanın Allah Teala əməlinə bərəkət vermişdir. Və o əməl genişlənmişdir. Və o əməlin səmərəsi, bəhrəsi o vaxtı, yaşadığı vaxt və sonra da gəlmişdir. Sadiq, gözəl niyyətinə görə. Allahla sadiq olmaq, ixlaslı olmaq bərəkətin açarıdır. Allah Teala buyurur, İn ya'lemillahu fi qulubikum xeyran. Çox mühüm ayədir. Əgər Allah sizin qəlbinizdəki xeyir olduğunu bilsə, əgər xeyir varsa, Allah da bilir. Xeyir varsa əgər, yu'tikum xeyran mimmə axıdır. Sizdən götürüləndən daha xeyirlisini Allah sizə verər. Əgər xeyir varsa, yaxşı niyyət varsa qəlbdə, sizin əlinizdən alınan, sizdən götürülənin daha xeyirlisi Allah əvəz edər. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İn təsduqilləhə yəsduqkə. Əgər sən Allahla sadiq olsan, Allah Teala səndən sadiq olar. Və İbn-i Qeym deyir ki, Və alə qadri niyyətil abdi və himməti və muradihi və rəğbəti fi zəlikə yəkunu tevfiqullah və ənətuhu. Bir insanın
niyyətinə, himməsinə, xeyrə olan hərisliyinə görə, xeyri istəməyinə görə, xeyrə olan rəğbətinə görə Allahdan müvəffəqiyyət, Allahdan yardım gəlir. İnsana Allahın yardımı, insanın himməsi, xeyri hərisliyi, xeyri istəyinə uyğun gəlir. Kim Allahla sadiq olarsa, xeyri istəyərsə, həris olarsa, insanlara xeyir verməyə həris olarsa, Allah Teala onun istəyini ona verər. Hətta müddət keçsə belə. Və dəlil olaraq Şəddad ibn Həd deyir ki, bir kişi, ərəblərdən olan bir kişi gəlir Peyğəmbər sallallahu əleyhi və səlləm yanına. İman gətirir və ona tabe olur. Kim gəlir? Bir kişi, ərəblərdən bir kişi gəlir Peyğəmbər sallallahu əleyhi və səlləm yanına, iman gətirir, ona tabe olur. Və deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm, ya Rasulullah, sənə tərəf hicrət etmək istəyirəm. Yəni yaşadığım yeri tərk edim, gəlim sənin yanına. Və Allah Resulü sallallahu əleyhi və səlləm razılaşır, onun hicrət edərək ora gəlməsinə razı olur və səhabələrindən bəzilərinə onu tövsiyə edir ki, ona diqqətli olsunlar. Və döyüş baş verir və Peyğəmbər sallallahu əleyhi və səlləm qənimət əldə edir. Əsirlər götürür və qəniməti bölür və bu gələn kişiyə də ondan bölür. Hansı ki, gəlib hicrət edib Peyğəmbər sallallahu əleyhi və səlləm yanındadır. Və sahabələrinə verir və sahabələr də gətirirlər bu kişiyə. Və buna gətirib verəndə bu qənimət malından və kişi deyir ki, bu nədir? Yəni, mənə verdiyin şey nədir? Dedilər ki, yəni qismətdir, bölgüdür. Peyğəmbər sallallahu əleyhi və səlləm bölüb sənin üçün. Və o götürür, gəlir Peyğəmbər sallallahu əleyhi və səlləm yanına. Deyir, ya Rasulullah, bu nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sənin üçün bölmüşəm. Sənə vermişəm, pay ayırmışam qənimətdən. Deyir ki, ya Rasulullah, mən buna görə sənə tabe olmamışam. Bu dünya malına görə bunu əldə etmək üçün gəlməmişəm. Lakin sənə tabe oldum ki, mənə ox atılsın və buradan girsin və barmağı ilə işarə edir. Və ölüm və cənnətə daxil olun. Və bu deyir ki, buna görə, bu niyyətindən xəbər verir də, istəyi budur. Dilinə gətirir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əgər Allahla sadiq olsan, Allah səndən sadiq olar. Yəni, sən əgər dediyin şeydə sadiqsən, doğrudan da istəyin, əsas dərdin, fikrin, zikrin odursa əgər, Allah Teala səndən sadiq olar. Yəni, sənin istəyin, muradını sənə verəcək Allah Teala. Bəzən olur da biz deyirik ki, mən filan şey istəyirəm. Mən cənnət istəyirəm. Mən Quranı əzbərləmək istəyirəm. Dilimizə gətiririk. Əgər sadiq olsa insan, Allah Teala insanla sadiq olur. Yəni, istəyini Allah Teala verir. Malım, mülküm olsun, mən filan şey eləmək istəyirəm. Hər il filan qədər adamlara kömək eləmək istəyirəm. Yəni, sadiq olsa Allah sənə sadiq olacaq. Əgər onu istəyirsənsə, mal, dövləti ona görə istəyirsənsə, Allah sadiq olacaq. Və bu insan da deyir ki, mən buna görə gəldim, buna görə hicrət elədim. Və Peyğəmbər sallallahu əleyhi və səlləm əgər sadiq olsan, Allah da səndən sadiq olar. Və bir müddət keçir və döyüşə qalxırlar. Düşmənlə döyüşə. Və döyüşdən sonra o kişini gətirirlər Peyğəmbər sallallahu əleyhi və səlləm yanına. Barmağı ilə hardan işarə etmişsə, o oradan girmişdir. Və Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, bu odur. Həmən kişi deyir, dedilər ki, bəli. Deyir ki, Allahla sadiq oldu, Allah da ilə sadiq oldu. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm onu öz paltarında kəfənlədi və onu önə çəkdi və ona cənazə namazı qıldı. Və sonra deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, Allahümmə hədə abduka xaraca muhacirən fi səbilikə. Ya Allahım, bu sənin qulundur. Sənin yolunda hicrət üçün çıxmışdır. Fəqutilə şəhidən, ənə şəhidun aleyhi. Olaraq öldürüldü. Bu insana deyir. Və bu nəyə dəlildir?
niyetinde Allah'la sadik olsa Allah da onunla sadik olur. Ve həmçinin İbn-i Qayyim deyir ki, insan üçün ən faydalı şey Rəbbi ilə sadiq olmaqdır. Bütün işlərində, qətiyyətində sadiqdir, əzimkardır. Ve Allah Teala buyurur ki: "Fəidə azəməl əmru fələv sədəqullaha ləkənə xayran ləhum." Əgər iş qətiyyətli olsa, döyüş olsa, əgər onlar Allahla sadiq olsalar, bu onlar üçün daha xeyirlidir. Və kim də bütün işlərində sadiq olsa Allahla, Allah Teala ona qapılar açar. Başqalarının eləmədiyi, başqalarının müvəffəq olmadığı işləri bu edər, bu müvəffəq olar. Və bu sadiqlik də insanın ixlasına görədir. İxlas, Allaha sadiq təvəkkül və insanlar içərisində ən sadiqi, təvəkkülü, ixlası ən doğru düzgün olandır, ən yaxşı olandır. Və həmçinin Allahla sadiq olmanın səmərələrindən insana böyük savablar gəlir. İnsan əzəmətli savab mükafatı əldə edir. Və kim də sadiq şəkildə əməllərində Allaha tərəf üst tutarsa, Allah Teala öz kəramət xəzinələrini ona açar. Misal olaraq hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, çox əzəmətli hədisdir. Belə baxanda hər kəsin elə biləcəyi əməldir. Amma hər kəsin əldə etməsi müyəssər olan iş deyil. Ona ancaq sadiq insan, niyyətində sadiq insan və çalışan. Və Allah Resulü sallallahu aleyhi ve sellem hər hansı bir şəxs dəstəmaz alar və dəstəmazı gözəl edərsə, dəstəmazı gözəl etmək, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem necə dəstəmaz alır o cür. Və yusalli rəkət, sonra 2 rəkət namaz qılarsa, yuqbilu bi qalbihi və vecihi aleyhimə və qəlbi və üzü ilə namaza yönələrsə, yəni qəlblə və həmçinin bədənlə. Ola bilər insan bədənlə namazda, amma qəlblə təmirdədir, işindədir, fındıqlıqdadır, qəlbən. Deməli, həm qəlbdən, həm üzü ilə, həm bədənlə, həm qəlbi ilə insan namaza yönələrsə, cənnət ona var. Əməldir, az əməldir. Hamımız dəstəmaz alırıq. Allah'la müvəffəqiyyətinə. Namaz da qılır, amma nədir o qəlblə? Ona görə qəlb olduqca mühümdür. Və həmçində əgər əməl az olsa belə, əgər Allahla insan sadiqdirsə, uca dərəcələr, uca mənzillər əldə edir. Və hədisdə də Peyğəmbər sallallahu buyurur ki, "Mərra raculun bi ghusni şərab." Fikir ver, belə baxanda çox az əməldir ha. Hamımız elə bilərik. Bir kişi ağacın budağının yanından keçir yolda, yolun ortasında, ağac budağından. Və öz-özünə deyir ki, Allah'a and olsun, mən bu budağı müsəlmanların yolundan kənarlaşdıracağam. Ki onlara əziyyət verməsin. Gör niyyətinə bax. Və Allah Teala onu cənnətə daxil edir. Ağac budağıdır, koldur, budaqdır. Deyir ki, mən bu ağac budağını müsəlmanların yolundan götürəcəm ki, onlara əziyyət olmasın. Beni ki, əziyyət olmasın deyə budağı götürür. Gör, əziyyət olsun deyə bir şey eləyən necə. İbn Teymiyyə deyir ki, əməllər sayına görə fərqlənmir, sayına görə üstünlük təşkil eləmir. Üstünlük qəlbdə olan o əməl edən insanın halına görədir. Fəyüzədu deyir, artması, savabın artması, savabın naqisliyi əməl edən insanın niyyətinə görədir. Niyyəti müsəlmanlara fayda, müsəlmanlara xeyir. Niyyəti odur ki, heç bir müsəlmana mənim tərəfimdən, dilimdən, əlimdən, heç bir halda zərər, əziyyət toxunmasın. Mənəvi, maddi heç bir əziyyət toxunmasın. İbn Qayyim deyir ki, əməllər surətinə görə, sayına görə üstün olmur. Üstünlük qəlbdəki üstünlüyə görədir. Qəlbdəki olan fərqə görədir. Deyir, görürsən, 2 əməl edən insan, ikisinin də əməli, surəti eynidir. Amma aralarında göylə yer qədər fərq vardır.
İki kişi birisi həftə bir cərgədə namaz qılır, amma ikisinin namazı arasında fərq göy ilə yer qədərdir. Allah Teala'dan istəyirəm ki, bizi eşitib yaxşısına tabi olanlardan etsin. Və Allah Teala bizi ixlaslı, Allahla sadiq olan qullardan etsin. Allah sizə bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu en la ilahe illa ente estağfiruke